Uşağın nəcisində qan varsa bunun səbəbləri nə ola bilər? Birinci növbədə ən çox görülən səbəblərdən biri uşaqda qəbizliyə bağlı bağırsaqda çat probleminin olmasıdır. Yəni əgər evladınız davamlı qəbizlikdən əziyyət çəkirsə və bayıra gedəndə çox sərt bayıra gedirsə, bu zaman düz bağırsaqda cızılma, bir çat kimi hal əmələ gəlir ki, nəcisdə qan görülür. Əgər evladınızın nəcisi yumuşaqdır, amma yenə də nəcisində qan olursa, bu qan seliyə qarışıqdırsa və seliklə yanaşı uşaqda ishal da varsa, bu qanın səbəbi daha çox iltihabi bağırsaq xəstəliyi və ya allergik proktokolit dediyimiz inək südü protein allergiyasına bağlı ola bilər. Əgər evladınızın nəcisində al qan varsa və bu qan selikli deyilsə və bu qan uşağınız nəcisə yumuşaq və ya sərt getməyinə asılı olmadan baş verirsə, bunun səbəbi bağırsaqda polip deyən bir hal ola biləcəyinə görə evladınızın nəcisində qan varsa, bunun düzgün analiz edilməsi və düzgün səbəbin tapılması şərtdir ki, bu səbəbə yönəlik müalicə ilə qanama aradan qalxsın. Çünki bu qanama uşaqda ağır qan azlığına səbəb ola bilər və uşaqda bağırsaq probleminin daha da dərinləşməsinə səbəb ola bilər. Mövzu haqqında ətraflı məlumat və əlaqə üçün 055 703 27 79 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.